Dövlət Yol Polisi sürücülərə xəbərdarlıq eləyir və sözü gedən xəbərdarlıqla bağlı məlumatı diqqətinizə çatdırırıq. Belə ki, qarlı və şaxtalı hava avtomobil yollarında vəziyyəti çətinləşdirir və bu hərəkət çətinliyi ilə bağlı hazırda ölkənin bir sıra bölgələrində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti avtomobil yollarında hərəkəti xeyli çətinləşdirir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciətində bildirilir və qeyd olunur ki, sürüşkən yol örtüyü, məhdud görünüş məsafəsi və qəfil hava dəyişiklikləri yol nəqliyyat hadisələri riskini biraz da artırır və sözü gedən müraciətdə vurğulanıb ki, qarlı və sürüşkən yollarda qış şinləri ilə hərəkət edilməli, sürət həddi yol və hava şəraitinə uyğun seçilməli, təhlükəsiz məsafəsi qorunmalı və ən əsası eləcə də yorğun və yuxusuz halda sükan arxasına əyləşilməməlidir. Məncə bu müraciətləri diqqətlə dinləmək lazımdır ki, hansısa təhlükəli hadisələr baş verməsin.